Herkese salam, kanalımıza və videomuza xoş gəldiniz. Bildiyiniz kimi Formula 1-in artıq müsahibə mərhələsi başlamaq üzrədir və bugün birlikdə müsahibədə hansı suallar verilə bilər, hansı səhvləri etməməlisiniz və bütün könüllülük fəaliyyətimlə bağlı təcrübələrimi sizinlə birlikdə bölüşəcəm. Mən müsahibəyə getdiyim vaxtda təəssüf ki, belə videolar yox idi və düşünürəm ki, bu video sizin üçün çox yararlı olacaq və bu videonu izləmədən müsahibəyə getməyin. Videoya keçmədən öncə kanalımıza abunə olmağı və bizi Instagram üzərindən izləməyi unutmayın. Həm Formula 1-in, həm də COP29-un müsahibələrində olmuşam və hər iki müsahibələrdə də düşünürəm ki, eyni tip suallar verilirdi və sualları unutmamaq üçün hamısını bir kağıza yazmışam. Bu sualları keçmədən öncə istəyirəm ki, biraz həyəcanla bağlı danışaq. Siz ilk otağa girəndə sizi bir həyəcan bürüyür, amma heç narahat olmayın. Sizə müsahibə götürənlər çox şəndirlər, sizi çox gülər üz qarşılayırlar və o həyəcanınız bir müddətdən sonra bastırılır. Bir də onu qeyd edim ki, siz qeydiyyatdan keçdiyiniz zaman dil bilgilərinizdə hansı səviyyəni qeyd etmişsinizsə, müsahibədə də sizə o səviyyədə suallar verilir. Yəni siz hal-hazırda A2 səviyyəsinizsə C1 yazmayın. Çünki elə olduğunuz zaman müsahibədə sizə C2 səviyyəsində, C1 səviyyəsində suallar veriləcək və siz donub qalacaqsınız. Eləndiniz. Yəni bu səhvi etməyin. Və sizə müsahibədə az sonra deyəcəyim sualları ingilis dilində verə bilərlər, Azərbaycan dilində verə bilərlər. Bunu dəqiq demək mümkün deyil. Çünki mənə Azərbaycan dilində verilən sualları bir dostuma ingilis dilində verilmişdi. Ona görə nə olacağı bəlli deyil. Və birinci sizdən özünüzü təqdim etməyiniz xahiş olunur. Bu, istər iş müsahibəsi olsun, istər könüllü müsahibəsi olsun, özünüzü təqdim etməyi uzatmayın. Qısa cümlələr qurun, lakonik cümlələr qurun. Adınız, soyadınız, yaşınız, harda oxuyursunuz, ixtisasını, yəni bunlar deməklə kifayətlənir. Özünüzü təqdim etdikdən sonra sizə hobbiləriniz, gələcək məqsədləriniz, karyeranızdan bağlı suallar veriləcək. Yenə də qeyd etdiyim kimi bilinmir ki, bu Azərbaycan dilində verilə bilər, yoxsa ingilis dilində verilə bilər. Hər ehtimal evdə praktika edin bunu. Daha sonra hobbiləriniz, karyeranız və s. soruşulduqdan sonra sizdən backgroundunuz soruşulur. Harda könüllü olmuşsunuz, hansı fəaliyyətləriniz olub və s. bu haqda ətraflı məlumat verməyə çalışın. Bir də bu da sadəcə könüllü müsahibəsinə aid deyil, iş müsahibəsinə də aiddir. Getdiyiniz yeri mütləq araşdırın. Formula haqqında məlumatlar soruşulacaq mütləq. Hansı komandanı tutursunuz, hansı şəxsi bəyənirsiniz, nə vaxt yaradılıb və s. Yəni geniş bir məlumata sahib olun, sonra müsahibəyə gedin. Digər bir sual isə motivasiyanız nədir sualıdır. Mən COP29-un müsahibəsində demişdim ki, ekologiya hüququnu çox sevirəm və düşünürəm ki, COP29-la ekologiya hüququ bağlıdır. Gələcəkdə hansı perspektivlərin olduğu mənim üçün çox önəmlidir. Nəsə bu haqda danışırdım. Halbuki biz ekologiya hüququ keçməmişik. Amma o an ağlıma gəldi. Yəni, bu da bir bacarıqdır. Və formulanın müsahibəsində isə motivasiyanız nədir sualında demişdim ki, mən gələcəkdə xaricdə magistr təhsil almaq istəyirəm və buna görə də dil bilgilərimi inkişaf etdirmək istəyirəm, yeni təcrübələr qazanmaq istəyirəm və o an müsahibə götürəməyən nə desə yaxşıdır. Və bu da böyük səhvdir, bunu da deməyin. Sertifikat üçün mü gəlirsən? O səhv eləməyin. Sertifikat sözünü deməyin. Amma mənim üçün ən önəmli olanlardan biri də sertifikat idi. Çünki mən magistr xaric almaq istəyirəm və oradan sertifikatlar yığırdım və formulada COP29-a beynəlxalq sertifikat verir və bu daha da bir önəmlidir. Amma bunu deməyin. Deməyin ki, mən sertifikat istəyirəm. Bildiyiniz kimi 2 günlük qeydiyyatda hədsiz könüllü qeydiyyatdan keçib və bu deməkdir ki, rəqabət yüksəkdir və siz digər namizədlərdən, digər könüllülərdən seçilməlisiniz. Siz öz fərqinizi ortaya qoymalısınız və biraz kreativliyinizi işə salmalısınız, fərqliliyinizi onlara göstərməlisiniz. Və bu fərqliliyinizi sizi niyə seçək sualında ortaya qoya bilərsiniz. Bu sual mənə veriləndə mən demişdim ki, mənim problem həll etmə bacarığım yüksəkdir. Mən heç vaxt əsəbləşmirəm, amma yalan deməmişdim. Çünki məni ətrafdan tanıyanlar da bilir ki, mən heç vaxt əsəbləşmirəm, nə olursa olsun. Həll yönümlü insanam. Və bu xasiyyətimi, bu xüsusiyyətimi orada o qədər şişirtmişdim ki. Və gəldik əsas hissəyə, situasiya tipli suallara. Hansı ki, situasiya tipli suallar həm COP29-da, həm Formula 1-də verilmişdi mənə və düşünürəm ki, bu suallara verəcəyiniz cavablar sizin seçilib-seçilməməyinizi müəyyən edəcək. Gəldik situasiya tipli suallardan ilk sualımız olan cinsi azlıq sualına. Bu suala görə kəsilən uşaqlar olub. Yəni, burada siz əsəbləşməməlisiniz, siz tolerantlığınızı göstərməlisiniz. Sizə sual verilə bilər ki, cinsi azlıq nümunələrinə necə baxırsınız?
onlar sizdən kömək istəsə necə davranarsınız? Yəni onlar sizin orada damarınıza toxundu mu, toxunmadı mı, əsəbləşdinizmi, bunlara baxır əsasən. Daha detal versək, sual verir ki, komanda yoldaşlarından biri dedi ki, mənim dediyim olsun, digər deyir ki, mənim dediyim daha yaxşıdır. Sən ortada qalarsanmı, nə edərsən, bunlar haqqında sual verir. Digər bir sual isə o idi ki, xarici ölkə vətəndaşlarından birinin uşağı itirib, siz necə köməklik göstərərsiniz? Yəni, burada da sizin təşvişə düşüb düşməməyiniz, həmin an necə reaksiya verməyiniz yoxlanılır. Zaten təlimlərdə bu haqda geniş məlumat verilir ki, məsələn, yolun ortasında bir qara çanta gördünüz, nə etməlisiniz, kimə xəbər verməlisiniz. Bunlar daha ətraflı digər təlimlərdə onsuz da sizə bildiriləcək. İndi isə keçək könüllüyün mənə qazandırdıqlarına. İlk olaraq dil bilgiləriniz inanılmaz dərəcədə inkişaf edəcək. Çünki biri var native biriyle danışarsınız ingilis dilində, biri var conversation clublarda danışarsınız. Yəni dili ancaq olduğunuz mühitdə öyrənə bilərsiniz. Hansı ki, kiçik yaşda uşaqlar da çizgi filmlərdən eşidərək öyrənirlər. Və düşünürəm ki, ən yaxşı öyrənmək metodu da elə budur və bu çox gözəl fürsətdir ki, dil biliklərinizi inkişaf etdirəsiniz. Əmin olun ki, çox əylənəcəksiniz və ən əsası yeni dostlar qazanacaqsınız və bu biraz şablon səslənə bilər, amma hər yeni insan tanımaq sizə yeni bir düşüncə tərzi qazandırır, yeni bir baxış açısı qazandırır. Yəni mən dostlar qazanmağı bir kənara qoyuram. Yeni insanlar tanıdıqca görəcəksiniz ki, onların enerjiləri daha bir fərqli olur. Başqa millətlərin enerjiləri. Məsələn, Afrikalılardan istəyirdim bunu. Çox enerjidirlər, dəhşət enerjidirlər və səhər saat 8-də COVID-19 vaxtı mən oteldəydim, onlara bilgi verirdim və səhər saat 8-də o qədər enerjidirlər. İnsan 8-də o qədər enerji ola bilməz. O buna qışqırır, danışır, bu buna qışqırır, danışır, o buna gülə-gülə danışır, bizə əl eləyirlər, gələn keçin əl eləyir. Yəni Azərbaycanda birini əl eləyəndə deyər bu dəlidir. Biraz da millətimi tərifləmək istəyirəm. Çünki könüllü olduğum müddət ərzində bir çox dövlətdən insanlar gördüm və hər birində fərqli bir mədəniyyət var idi və yaxşı mənada mədəniyyətdən bəhs eləmirəm. Məsələn, bir Azərbaycanlı ən azından qadının önündə ayağını ayağının üstünə qoyub, belə masalar olur ya, divanın qabağında masa. Divanda oturub, ayağını o masanın üzərinə qoymaz. Ya da görür ki, məsələn, tərtəmizdir otaq, tərtəmizdir, hər səhər silinir və gəlir stola zibillə tökür, çıxır gedir. O zibili kim götürəcək? Yəni, heç təmizkar deyirlər, heç. Yəni, yaxşı tərəflərini dedim, pis tərəflərini demək istədim, ona görə neysə, buran kəsək. Hər tip insanın var olduğunu öz gözlərinizlə görürsünüz, yaxşı mənada da, pis mənada da. Bu videonu izləyib gedən hər bir kəsin seçiləcəyini inanıram. Sizə uğurlar arzu edirəm. Məni izlədiyiniz üçün təşəkkür edirəm.